Mən Kamil Mustafa, 19 yaşım var, Marneolidanam. Gürcüstan Texniki Universitetində oxuyuram. Öz ayaqlarımın üstündə durmaq üçün belə deyim də, ailəmdən dəstək almamaq üçün həm oxuyuram, həm də işləyirəm. Dərsdən qalan vaxtlarımı demək olar ki, bütün işləyirəm. Supermarket zincirlərinin birində işləyirəm. Günlük olaraq, yəni smenlə işləyirəm. Rezerv kimi falan yox. Peki alındıra bilmirəm. İş yerində hər gün işləyərək 900 dollar maaş alıram, 900 dollar ilə kiramın pulunu ödəyirəm. Bununla yanaşı təhsil haqqım da var. Yəni Gürcüstan reallığında nə qədər mümkündür həm işləyib, həm oxumaq, həm də ki bəzi ödəmələrini eləmək heç mümkün deyil. Hər tələbəsənsə də qeyri-mümkündür demək olar ki. Sən keçən il hazırlıq kursunda işləyirdin. Aha, hazırlıqlaşdırdım. Belə düşünün də, 12 ildə sənə öyrədə bilmədikləri Gürcü dilini bir il ekstradan 1+4 proqramınla öyrətməyə çalışırlar ki, onu öyrənəndə də səndən pul istəyirlər ekstradan ki, həm təhsil haqqını ödəyəsən, həm oxuyasan, həm işləyəsən, həm də ki, başqa ödəmələrini eləməlisən. Bir də əsas gülməli olan məqam odur ki, 12 ildir sən Gürcü dilini öyrənirsən, daha doğrusu öyrənməyə çalışırsan, sistem onu sənə öyrətmir. Ekstradan universitetə qəbul olursan, burada hazırlığa gedirsən, riyaziyyatdan, məntiqdən, ekstra, yəni onu da məktəbdə öyrənəmirsən bu arada. Yəni bəzi insanlar deyir ki, çox asandır. Yəni bir tək riyaziyyatdan, məntiqdən imtahan verirsən, universitetə qəbul olursan. Amma əslində deyir məktəbdə öyrəndiyin fənlə, dərslə sən, yəni məktəbdə keçilən riyaziyyatla sən universitetə qəbul ola bilmirsən. Məcbursan repetitor yanına getməlisən, ekstradan hazırlıqlara getməlisən ki, universitetə qəbul ola biləsən. Universitetə qəbul olandan sonra da məcbursan ki, Gürcü dilini öyrənmək üçün, adaptasiya olmaq üçün, inteqrasiya ola bilmək üçün ekstradan Gürcü dili müəllimlərinin yanına gedirsən. Çünki Tiflis universitetlərində öyrədilən Gürcü dili səviyyəsi o qədər mükəmməldir ki, sən Gürcü dilini tamamilə öyrənə biləsən və Gürcülərə inteqrasiya ola biləsən. Belə bir şey də var ki, sən həm oxuyursan, dərsdən sonra da çıxırsan, başqa yerə işləməyə gedirsən, marketdə işləyirsən, vaxtını işləyərək keçirirsən, dərslərinə vaxt ayıra bilmirsən. Bəzən elə olurdu ki, mən dərsdən çıxırdım, işə gedirdim, özümə vaxt ayıra bilmirdim, qaldı ki, dərslərimə vaxt ayırım. Bununla da Gürcü dilimi nə qədər gelişdirirdim. Marketdə işləyərək Gürcü dilini nə qədər gelişdirə bilərəm. İlk vaxtı marketdə işlədiyim vaxtlarda mənə Gürcülər gəlib belə deyirdi ki, mən əslində kənddən yeni gəlmişdim. Gürcü dilini o qədər də yaxşı bilmirdim. Mənə gəlib belə deyirlər ki, get birinci Gürcü dilini öyrən, ondan sonra işlə. Görən deyirlər ki, yəni mən parlamentdə oturmuşam, prezident administrasiyasında işləyirəm və yaxud da ki, elə bir yüksək vəzifədəyəm ki, Gürcü dilini öyrənmək məcburiyyətim var. Yəni hər ehtimalda yenə də məcburiyyətdir, yəni öyrənməliyəm təbii ki də. Amma gəlib bəzi Gürcülərin sənə elə bir reaksiya verməsinə ki, sən bir sözü bilmədin, məsələn bir şey səhv dedin ki, normaldır. Mən kitap market işlərində bəzi şeylərin adını belə bilmirdim. Yəni kənddə nə bilirəm buna Gürcü dilində nə deyilir, nə deyilmir. Gəlib belə deyirlər ki, sən get Gürcü dilini öyrən, ondan sonra gəl işlə. Onu mən belə çox təəccüblənirdim ki, ayağım mən haraya düşdüm belə. Mən nə tərə başarım ki, bunlarla şey elimdən baş edə bilməyim üçün. Yəni belə reaksiyalar arasında indi bu dəqiqə də alıram. Bəzi məsələn bir şeydə səhvlik buraxırsan, başda səhv şey eləməyə. Sən niyə aksentinə danışırsan, sən niyə belə edirsən? Yəni bilmirəm bu insanlar nə istəyirlər məndən. Gürcü dilini öyrənməyimi, yoxsa onlar kimi olmağımı mı istəyirlər? Yəni onlar kimi heç vaxt olanmaram da. Yəni bəlkə istəsəm olaram, niyə olam ki, yəni özüm kimi varkən, niyə özümü Gürcü kimi aparmalıyam, Gürcü kimi olmalıyam? Belə baxanda yəni Gürcülərin əslində bir çoxları yəni özlərindən olanları belə şey edirlər yəni. Qıraqlayırlar. Qıraqlayırlar təbii ki də dinli şeyindən olsun baxımdan. Yəni Gürcü dilini yaxşı öyrənsən belə deyək ki, sən müsəlmansan. Ay sən nə bilim nəsən? Ay bir də sən tək yaşayırsan. Bu da əlavə zəhmət deməkdir ki, sən əlavə çox işləməlisən ki. Yəni təbii ki də. Bir də yəni belə bir şey var ki, qrupla da yaşadığım dönəm olmuşdu. Hansı ki 4-5 nəfərlə yaşayırdım. Amma yəni orada çox problemlər yaşayırsan, fərqli düşüncədən insanlar olur. Öz düşüncənə sahib insanlarla eyni evdə qalmaq çox çətin bir prosesdir. Biz o insanlarla yəni tanıdıqca, yəni görürsən ki, o insanlarla sənin beynin forman tutuşmur yəni. Onsuz da məcburam tək yaşamağa. Yəni hələ ki tək yaşayıram. Bunun üçün də ekstradan həm marketdə işləyirəm, həm ekstradan fərqli yerlərdə işləyirəm ki, cib xərcim olsun, kiramı verə bilim, təhsil haqqımı ödəyə bilim. Yəni kirəm düşünün 900 dollar idi, marketdə işləyirəm və maaşım stavka 900 dollardır. Yəni maaşım ancaq kiramı ödəyir. Kommunallarımı belə ödəyəmirəm düşünün aldığım maaşdan. Qaldı ki təhsil haqqım. Təhsil haqqımı ödəmək üçün gərək edəm 19 yaşıma kredit götürəm, kreditin təhsil haqqımı ödəyəm. Sonra o krediti ödəyə bilməyəcəm, belə bir şey var. Yəni çox qəribə bir şeyin ortasındayım bu dəqiqə. Bir bu şey təkcə məndə deyil, yəni mənim kimi yüzlərlə gənc var, hətta minlərlə gənc var ki, deyirəm 19 yaşı var, şəhərə təzə gəlib kredit ödəyir. Gedib altına maşını alıb maşının kreditini ödəyir, taksili eləyir. Nə qədər mənim tanıdığım insanlar var, həm marketdə işləyirəm də çıxır taksili eləyir. Maşını olmayanlar da ki, həm marketdə işləyirəm də ki, fərqli yerlərdə işləyirlər yəni. Fikir verirsəm Kamil,
əvvəllər deyək ki, bazarda rast gəlinirdi etnik azlıqlara, bir də kəndlərin özündə belə. Yəni indi güya bu 1+4 proqramı gəldi. Güya bizim rifahımız yüksəldi biraz. İndi də getdiyimiz yer marketdir, Evolution'dur. Nə bilim bu cür işlərdir də. Tək sən tələbəsən, amma məsələn universitet bitirib də orada qalanlar da var. Çünki başqa yerdə özünü realizə eləyə bilmir. Çünki sən deyən dil məsələsi, sən məsələn gürcü dilini öyrənməyə çalışarsan, başqası fransızca öyrənir. Yenə səndən bir addım da öndə olur və belə bu şeydən sanki heç vaxt çıxa bilmirik. Öz yaşıtlarımızla heç vaxt ayaqlaşa bilmirik. Fikir verirsən sən bunu indi öz yaşıtlarınla, gürcü dilli yaşıtlarla özünü müqayisə eləyə bilirsən, o şeyi görə bilirsən? Mən bax belə bir müqayisə əslində eləyə bilmirəm onların özünü. Mən 5 il universitet oxuram. 5 il ərzində mənim universitet oxuyarkən əldə etdiyim tək təcrübə olur ki, gürcü dilini öyrənmiş oluram. Yəni düşünün, biznes ekonomika oxuyuram. Biznes ekonomika oxuyaraq mən heç bir şey əldə edə bilmirəm. Biznes ekonomika cəhətindən özümü gəlişdirə bilmirəm. Mənim tanışlarım, yəni yaşıtlarım gürcülər gedirlər biznes ekonomika oxuyurlar, gedir bankda təcrübə qazanır, başqa yerlərdə təcrübə qazanır. Amma onu qazanarkən mən gürcü dilini öyrənməyə çalışaraq gedirəm ki, təhsil haqqımı ödəyəm, başqa şeylərimi ödəyəm ki, onu nə qədər eləyə bilərəm bilmirəm. Axırda da sonra mən universiteti qutarandan sonra, yəni bitirəndən sonra əlimə sadəcə diplom alıram. Onların əlində təcrübəsi də olur. Yəni başqa ekstradan şeylər də var, gedir başqa yerlərdə yenə də təcrübələr qazanırlar. Mən universiteti bitirəndən sonra gedirəm bir yerə iş başvurusuna bulunuram. Mənə deyirlər ki, təcrübəm varmı? Yoxdur təbii ki də. Təcrübəni necə qazanmalıyam? Ondan ötürü gərək ekstradan illərimi xərcləməliyəm, başqa şeylər eləməliyəm ki, təcrübə qazanım. Amma bunu universitet oxuyarkən də həm təcrübə qazana bilərdim, işlədiyim, oxuduğum sektoruna bağlı, həm də ki, başqa şeylər də eləyə bilərdim. Amma mən nağardım, getdim marketdə işlədim, heç bir əlaqəsi olmayan bir sahədə, həm də ki, getdim. Vaxtımı itirdim, zamanımı itirdim, təcrübəsiz qaldım. Sonra da ki, yaxşı bir yerdə işlə tapa bilmədim. Yəni sadəcə məsələ dil bilmək deyil, diplomunun olması deyil, təcrübən də olmalıdır sənin. İndi zamanı çox dəyişib Gürcüstanda. Yəni əvvəllər də tər edə bilmirəm də tam olaraq. Yəni arxanda da biriləri olmalıdır ki, yaxşı bir yerdə iş tapasan. Məsələn, mənim həkimliyi oxuyub bitirən tanışlarım var, Evolution-da işləyirlər. Adamlar get neçə illərini həkimliyə veriblər, amma gəlirlər Evolution-da işləyirlər çünki yer tapa bilmirlər. Adamlar var, həkimliyin imtahanını veriblər, amma praktika eləməyə yer tapanmırlar. Çox qəribədir ya. Bu dəqiqə Gürcüstanda yaşamaq həqiqətən çox çətindir. Hələ bir gəncsənsə də, etnik bir gəncsənsə də həqiqətən çox çətindir. Yəni gənc olmasan belə də, kənddə yaşayan biri olsan belə də çox çətindir. Çünki o qədər problemim var ki, məsələn gedirsən problemini həll etmək üçün bir yerə, meriyaya deyək ki, nəsə bir problem var kənddə. Deyirlər ki, gürcü dilini bilmirsən, biz sənin problemini başa düşə bilmirik. Məncə əsas şey də burada ondan irəli gəlir ki, biz etnik azlıqların hər yerdə problemi çoxdur. Bu arada təkcə bizdə etnik azlıqların problemi çoxdur. Başqa gürcülərin özlərinin də problemi çoxdur. Amma bizdə problem hər zaman var. Onlarda bəlkə hər zaman olmur. Amma bizdə problem hər zaman var. Onsa bizi məncə belə düşünürəm ki, dominant qrupdan biraz geri saxlayırlar ki, hər zaman öz problemlərimizi danışa bilməyək gürcü dilində. Çünki gürcü dilini bilən insanlar hər zaman öz problemlərini açıq-aşkar yüksək səslə danışa bilər. Amma biz bəzi Azərbaycanlılar, bir çox Azərbaycanlılar gürcü dilini bilmədiyimiz üçün səsimizi çatdıra bilmirik. Gedirik meriyada işləyən tanışlarımıza deyirik ki, belə bir problemimiz var, ərizə yaza bilmirik. Gedirik kənd sovetinə deyirik ki, problem orada deyir yaxşı həll eləyəcəm, üstündən illər keçir həll olunmur. Yəni bizim problemimiz budur. Ərizə yazmağı bilsək, gürcü dilini bilsək, çoxdan bu problemimizi bəlkə yazılı olaraqsa bəlkə bildirə bilərdik. Sonra da seçkidə heç kim gəlib bizə deyə bilməzdi ki, get sən sosial düzəldim, mənə səs ver. Sonra bu da seçki üçün çox gözəl instrumentdir. Yəni adam bir ərizə yazıb neçə ildir baxılmır, əlinə bir dənə fürsət düşür ki, sənin ərizənə baxılacaq, elə olsun bizə səs ver. Bu da belə davam edirik. Ondan sonra da əksəriyyət də deyir ki, siz koçsunuz, hökumətə səs verənsiniz, hökumət sizin səbəbinizə seçilir, amma prosent olaraq baxsaq ki, mümkünsüzdür ki, tək biz seçmiş olaq bu hökuməti ya da hansısa bir hökuməti tək biz seçmiş olaq. Kamil, bununla yanaşı sən həm də aktivizmlə məşğulsan. Yəni əvvəllər işləmədiyim vaxtlarda vaxt ayırırdım, nə yalan deyim, amma artıq o qədər çox işləyirəm ki, dərslərimə belə vaxt ayıramadığım zamanlar o belə qaldı ki, aktivizm başqa bir şeylər eləyə biləm. Amma yenə də yəni görürəm insanları istədim. Yəni mən də çox istəyirəm ki, hər gün aksiyalara gedim. Mən də yəni gedirəm də əslində vaxtım olduqca mən də çıxıram küçələrə Rustavelya. Amma yenə də hər gün çıxa bilmirəm təəssüflər çünki işləməliyəm. Yəni ödəmələrimi ödəməliyəm, təhsil haqqımı ödəməliyəm, kirəmi ödəməliyəm. Təhsil haqqımdan çox da kirəmi ödəməyə çalışıram. Çünki yəni həyatda qalmaq məcburam həyatda qalmağa, Tiflisdə yaşamağa, kəndə gedəmirəm. Qala bilmək üçün də o da tutunamadım, geri gəlib məcbur Gürcüstana gəldim.
artıq yavaş-yavaş yekunlaşdı. Bir də Evolution-da işləyirdin. Sən o periodda işləyirdin ki, hansı vaxt ki etirazlar var idi. Evolution-da mən işləyirdim. Əslində ilk başda etiraz edən, yəni haqlarını savunan insanlara mən də tərəflərində durdum. Onlarla bərabər etiraz etməyə çalışdım. Amma gördüm ki, artıq etirazlardan bir şey olmur. Evolution istədiyini eləyir. İstədiyi kimi insanları əlində tutmağa çalışır, maaşlarını kəsir, işləri, yerlərlə bağlı işdən çıxartmağa başladı. Ondan sonra mən də bir şey eləməməyə qərarını verdim və işləməyə davam edirdim. Hansı ki, son bir aya qədər, Evolution-da işlədiyim son bir aya qədər başdalar işçilər tərəfindən o qədər diskriminasiyaya məruz qalırdım, o qədər tacizə məruz qalırdım. Düşünün, iş yerinə gedirəm normal olaraq, amma işdən ağlayaraq pis bir vəziyyətdə evə gəlirdim. Səbəbi nədir ki, iş yoldaşlarım, bərabər işlədiyim insanlar, gündə mən o insanlardan nələr işləyirdim mənimlə bağlı. Girdilər mənim işlədiyim masalarda, mən oturduğum masalarda, məsələn, bugün oturub bir masada işləyirəm, mənim adımla masaya girirlər, eyni iş ortamında işlədiyim insanlar mənə oradan təhqirlər yağdırırlar anonim olaraq. Bugün gedərdim orada olan menecerlərə söylərim ki, baxın deyirəm, mənə belə şeylər yazırlar. Öz iş yoldaşlarım deyirəm, bunu eləyənlər siz də bilirsiniz ki, qıraqdan biri heç kəs məni tanımayan biri Türkiyə ilə işləyir onunla biz. Türklərdən heç bir oyuncu gəlib bunu mənə deməz. Bunu mənə deyənlər bizim işçilərimizdir. Deyirdilər ki, tapacıq kimi olduğunu. Nəsə 2-3 ay keçdi. Hər gün məni nəsə şey edirlər, şora çıxıb edirlər, təhqir edirlər, hakaretlərdə bulunurdular mənə. Amma səbəbini, kimin elədiyini tapılmadığına görə mən də məcbur qaldım axırıncı işdən çıxmalı o səbəblərə görə. Ümumiyyətlə Evolution-un o etirazlarının nə ki tələb edirdilər, sən qoşulurdun ona, yəni mən ilk başda qoşulmuşdum, amma şeydən deyirəm da, məsələn orada deyirlər ki, masalar təmizlənmir, allergiya veririk, maaşların aşağı olmasından danışırdılar, deyirdilər ki, insanları işə götürürlər, sonra işdən çıxarmaq asan olan periodda işdən çıxardırdılar ki, daha sonra kompensasiya ödəməsinlər. Bir çox belə şeylər vardı. Onlar sənin üçün qəbul edilən idim. Haqlı görürdün o etirazı sən? Təbii ki də o insanların etdiyini haqlı görürdüm, amma Evolution-un etdiyini haqlı görmürdüm. Çünki Evolution Gürcüstanın 2019-da gəlib 2019-dan verdiyi maaş hələ də bu gündə verməyə davam edir. Bu nə qədər doğru bir şeydir. Yəni Gürcüstanın bu arada hər yerdə bilər, sadəcə Evolution-da deyil. İş, hər şeyin qiyməti artır, amma maaşlar artmır.